Lənkəranda Azərbaycanın milli qəhrəmanı Əsgər Əliyevin doğum günü münasibəti ilə onun adını daşıyan parkda anım tədbiri keçirilib. Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri Əsgər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra mərasim Lənkəran şəhər Heydər Əliyev mərkəzində qəhrəmanın xatirəsinə həsr olunmuş tədbirlə davam edib. Çıxış edənlər milli qəhrəman Əsgər Əliyevin mənalı ömür yolundan danışıblar. Bildirilib ki, 1995-ci ilin mart günlərində Azərbaycanda dövlət çevrilişi cəhdinə qarşı mübarizədə həyatından keçmiş mərd Azərbaycan oğullarından biri də Əsgər Ələkbəroğlu Əliyev idi. Ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüş Əsgər Əliyevin xatirəsi doğulduğu Lənkəran rayonunda daim əziz tutulur. Hər il qəhrəmanın doğum və anım günləri qeyd olunur. Diqqətə çatdırıldı ki, Ali Ümumqoşun Komandirləri Məktəbinin kursantı olmuş 20 yaşlı Əsgər Əliyevin qısa, lakin şərəfli ömür yolu onun qəhrəmanlığı gənc nəslə örnəkdir. 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın arasında neçə Lənkəranlı gəncin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etdirildiyini göstərir. Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış hər bir soydaşımızın adı bizim üçün əzizdir. İllər ötsə də əsgər kimi əsgərlərimizin hünəri şöhrət tariximizdə parlaq nümunə olaraq qalacaq. Mərasimdə milli qəhrəmanın atası Ələkbər Əliyev çıxış edərək ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Əyyub Türkay, Hüseyn Rzayev, Eldəniz Qurbanov, Lənkəran.